Bu hiss məni narahat edir. Necə bu hissi dəyişə bilərəm? Əslində hissi dəyişmək lazım deyil. Hisslə yaşamağı öyrənmək lazımdır. Unutmayın, sizin hər bir hissiniz xoşunuza gəlsə də, gəlməsə də sizə nəsə deyir, nəyinsə xəbərdar edicisidir və hissiniz əsasən sizə bunu deyir. Bu şey çox yaxşıdır, bu belə qalsın, ya da bu şey bizə zərər verir, bunu dəyişək. Dolayısıyla hisslər əslində sizin düşüncələrinizin xəbərdar ediciləridir. Demək ki, düşüncələrinizdə nəsə var və bu nəsə yanlış bir şeydir, sizə lazım olmayan bir şeydir, onu dəyişmək lazımdır. Amma hissin özü ilə yaşamaq lazımdır. Özünüzü pis hiss etdikdə belə fikir verin, nə hiss edirsiniz? Bu hiss tam olaraq bədəninizin harasında formalaşır? Bir hərəkət eləyirmi? Temperaturu, forması varmı? Necə bir şeydir tam olaraq? Hisslərinizlə bağlı fərqindəlik gücləndirmək, qəribə bir şəkildə narahat edici hisslərin azalmasına səbəb olur. Əslində o qədər də qəribə deyil. Siz hisslərinizin nə qədər çox fərqinə varsınız, o hisslərin səbəbi, yəni düşüncələriniz haqqında da daha çox məlumatlı olmuş olacaqsınız. Və belə olduqda o düşüncələrdəki yanlışlıqları və lazımsız, mənasız məqamları da görməyə başlayacaqsınız ki, bu da onları dəyişdirməyə kömək eləyəcək. Ona görə də özünüzün hər bir parçasıyla barışıq bir şəkildə yaşamağı öyrənin.